Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli Müslümanlar, insan karakteri elə bir şeydir ki, nə baş verdisə, onu qəzəbləndirən anında reaksiya vermək istəyir. Bu, insanda şərti refleksdir. Anında reaksiya verir. Misal üçün, əli alova dəyər-dəymez əlini sürətlə çəkir. Əslində onu biz özümüz, öz ixtiyarımızla etmirik. Onu bədənin mühafizə sistemi edir. Misal üçün, ağza qanat gəlir, gözüvə dəymək istəyəndə sürətlə göz bağlanır. Elə sürətlə bağlanır ki, o sürətdə gələn bir şey gözünün içinə dəyə bilmir. Hətta daş və iti bir şeylər belə. Göz elə sürətlə bükülür. Bunu biz etmirik. Bunu bizim bədən sistemimiz, özünü müdafiə sistemi edir. O cümlədən insan öz şərəfini, öz dəyərini də qorumaq üçün bəzən baş verən hadisələrdə şeytan istifadə edərək bundan ki, sənin şərəfinə toxunacaq, sən alçalacaqsan, insan həmən özünü qorumaq üçün cavab verməyə keçir. Müdafiə sistemi işə salır. Ki, cavabını verim, yerini otuzdurum bunu. Bu cavabı verməsəm, bu daha da üstümə gələcək və ilaxır buna bənzər ard-arda sözlərlə şeytan bizə hücum edir ki, bizə qarşı yanlışlıq edən o insanın səviyyəsinə salsın bizi. Halbuki əslində məsələ düzdür. Sənə söz deyib, sən də cavabını qaytarırsan. Görək, Rəbbimiz bu barədə nə deyir? Biz bildik ki, şeytan bizi tovluyur. Hadisə baş verdi, biri sənə haqsızlıq edəndə, sən qəzəblənirsən və şeytan sənə bir sözlər deyizdirir, əks tərəfə. Özü də haqlısan. Çünki o zalimdir, sən məzlumsan. O sənə o sözü haqsız dedi. Sən o işi görməmişdin. Və yaxud da ki, elə xasiyyətli adam deyilsən. Səndən xoşu gəlmir deyə sənə iftira yaxır, böhtan atır. Və yaxud da ki, iş yerində baş vermiş bir hadisə sənin üstünə qaldı. Fərq etməz, bu ailədə də ola bilər, iş yerində də, qonşuluqda da, dostluqda da, hər yerdə mümkündür. Deməli, hadisə baş verəndə, anında iki görəcəyimiz iş yaranır. Bir, anında cavabını vermək, bir də səbr etmək. Şeytan deyir, cavabını ver. Verməsən, o gedib orada-burada danışıb səni alçaldacaq. Və hamı eşidəcək ki, sən zəifsən, gücsüzsən, sənə qarşı hamı qalxacaq. Bax, cavabını ver, cavabını ver. Bunu bizə tez-tez sürət ilə beynimizin sol yarım kürəsindən bizə hücum edən şeytandır. Amma biz bugünkü dərsdə dinləyəcəyik ki, belə vəziyyətdə olan insanlara Allah nə deyir? Bizi yaradan nə deyir? Bax, məsələ budur. Və inanıram ki, dəyərli dinləyicilərimiz dinləyərkən qıcıqlanıb da öz həyatında baş vermiş hansıysa hadisəni bu məsələ ilə müqayisə edərək deməz ki, xeyr, mənə lazım deyil, gərək hər şəxsin cavabını yerində verəsən. Filan, yəni buna tələsmə. Tələsmə, bir dinlə, görsən Rəbbin nə xəbər göndərib bu barədə. Ondan sonra yenə də seçim sənindir.
Zaten sənə deyilib, sən haqqını ala bilərsən. Sənə zülm oldu, əlini açıb, hətta Allaha yalvarıb, onun üçün bəddua da edə bilərsən. Hətta Allah söz vermişdi ki, məzlum ilə mənim aramda heç bir pərdə yoxdur. Məzlum nə dua eyləsə onu qəbul edəcəyəm. Ona olunan zülmün cavabını verəcəyəm. Hətta kafir olsa belə. Bəli, bunu Allah söz verib. Amma başqa aspektdən bir baxaq məsələyə. Ki, Rəbbimiz nə deyir? Fussilət surəsi 34-35-ci ayədə Allah Subhanahu taala belə buyurmuşdu. Əuzu billahi mineşşeytanirracim. İdfa' billati hiye ahsen. Fa'izellezi beyneke ve beynehu adavetun keennehu veliyyun hamim. Sənə qarşı edilən haqsızlığa gözəl bir cavab ver. Gözəl davranışığınla onun cavabını ver. Sən unutma, əgər belə edərsənsə, necə düşmənlərin sənin dostuna çönər. وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِي صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Bunu hər kəs bacarmaz. Bu, səbirlilərin işidir. Bu, böyük mükafat alanların işidir. Gördünmü Rəbbin nə deyir? Rəbbimiz deyir ki, gözəl cavab versən, əvvələn düşmənlərin dostuna çönəcək. Dəyərli insan, həqiqətən bu belədir. Həyat təcrübəsindən biz bunu gördük. Nəyin cavabını yerində verdik? Haqlı olsaq belə sevilmədik. Çünki haqlıydın, cavabını verdin, nəticədə sevilmədin. Amma hansı məsələdə haqlıydın, səbr etdinsə, zaman keçmədi üstündən, sənə o zülmü edən necə peşiman oldu, o sənə əvvəlkindən də qat-qat artıq bağlandı. Çünki Allah buna söz verib ki, belə olacaq. Belə olacaq, döz, səbr et. Və sonra da deyir, bu asan deyil ki, səbr etmək. Əlbəttə ki, dinləyənlərdən hansısıysa belə deyə bilər, mənə lazım deyil, onun cavabını yerində verməliyəm. Əlbəttə, o da sənin haqqındır. Amma eşitdinmi Rəbbin nə dedi? Bu, böyük mükafatlıların işidir. Bu, səbirdə güclü olanların işidir. Yəni, hər kəsin işi deyil ki, Allah daha çox sevir belələrini. Ona görə də, dəyərli insanlar, şeytanı dinləməyək. Allah Subhanahu taala şeytanı həmən vəziyyətdə dinləməyən insana o qədər söz verir ki, yəni o qədər onu sevir ki, və belə adamları böyük mükafat sahibi adlandırmışdır. Yəni ona çox böyük mükafat verəcəyindən danışır. Əş-Şura surəsi 43-cü ayədə belə buyurmuşdu. وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ. Kim ona qarşı edilən zülmə səbr edərsə və hətta bağışlayarsa, bu üstəgəl səbir, üstəgəl bağışlamaq. Bu, çox böyük bir mükafatdır. Çox böyük bir işdir. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü Allah məhkəmə quranda kimə zülm olunubsa, zülm olunanlara verəcəyi mükafatları görəndə ona zülm edənin təsəvvür edirsənmi? Aylarla tutduğu orucu aldı, verildi buna. Orucun mükafatı nə qədərdir? Alındı, verildi buna. Namaz qılmışdı, alındı, verildi buna. Daha bütün namazları, bütün oruçları deyil, ha. Etdiyi zülmün ölçüsündə. Daha doğrusu, səni
sızıldatdığının ölçüsündə nə qədər sızıldatdı səni, sənə nə qədər zülm etdi, o Allahın ölçüsü ilə ölçülür. Yəni, ən ədalətlinin ölçüsü ilə ölçülür. Və onun çəkisi nə qədər mükafata düşürsə, onu ondan alıb sənə verir. Və üstəgəl, sonra sən səbr etdiyinə görə, sənin Rəbbinin də adlarından biridir, Əs-Sabr. Allahın özü səbirli olduğuna görə sən də özünü Rəbbinin xasiyyətində olan bir gözəlliyə bənzətdiyinə görə sənə daha nələr verdikdə o adamlar ki var, dünyada ona zülm etməyiblər və yaxud da ki, kim ona zülm etmişdi, yerində cavabını vermişdi, yerində və dünyada fəxr edirdi. Mən beləyəm, mənə bir şey dediyin yerində cavabını verəcəyəm. Deyənlər bu hadisəni görəndə, onlar əllərini başlarına vuraraq deyəcəklər, aman Allahım, biz nə etdik? Çaş ki, dünyada bizə elə zülm edərdilər ki, dərimizi dəmir daraqlarla dəriyərdilər. Bu qədimidə verilən bir əzab metodudur. İti daraqlarla dərini darıyırlar, dərini qopardırlar, elə yırtırdılar dərini. Yəni, orada o insanlar elə deyir. Çaş ki, mənə dünyada zülm edəydilər, mən səbr edərdim, Allah bugün nə mükafatlar verir? Ona görə bu böyük işdir, dəyərli müsəlman. Allahın Resulü sallallahu aleyhi və səlləm hədisi qudsidə buyurmuşdur ki, 3 nəfər vardır ki, mən onlar üçün and içirəm. Allaha and olsun, əgər bir nəfərə zülm edərlərsə, o insan o zülmə səbr edərsə, Allaha and olsun, Allah onu izzətləndirəcəkdir. Bax, şeytan bizə deyir, səni alçaltdı, sən alçalacaqsan, cavabını verməsən, rüsvay olacaqsan. Amma Allahın Rəsulü boş demir, üstəgəl and içir. Allahın Rəsulü and içən kişi olmayıb, o hələ and içməyib. Gör, nə qədər bunu bizə qətiyyətlə inandırmağa çalışır ki, sən ucalacaqsan, qorxma, fikirləşmə səni alçalacaqsan, sən ucalacaqsan. Sən ki, səbr etdin, səni Allah ucaldacaq. Öz yanında, mələklərin yanında, rəsulların yanında uca adam olacaqsan, səbirli qul. Dünyada da heç vaxt yadından çıxartma. Məzlumlar alçaldılmış vəziyyətdə bastırılmır. Məzlumlar həmişə göz yaşları ilə bastırılır. Ona zülm edən də ağlayır. Onun məzlumluğuna kömək edə bilməyənlər də ağlayır. Ki, bu adam məzlum idi. Buna zülm etdilər. Bizim də gücümüz çatmadı buna. Yardım edək. Və yaxud da ki, zülm edənin özü də aman Allahım, niyə etdim? Hökmən bu belədir. Sən bilginən ki, sənin üçün bu durum daha yaxşıdır belə olmaq. Yəni, insanlar səni rəhmət ilə Rəbbinə tərəf göndərməsi sənin üçün daha yaxşıdır hazır cavab olmağından. Hazır cavablıq çox da yaxşı xasiyyət deyil. Söz yaxşı görünür. Filan kəs hazır cavabdır. Hazır cavab nə deməkdir? İstənilən sualın cavabını yerində verir. Yerində hər suala cavab verilmir. Unutmayaq. Əgər hər sualın cavabını yerində vermək yaxşı şeydirsə, özümüzü bir gözümüzün önünə gətirək, yaşadıqlarımızı, etdiyimiz zülümləri gözümüzün önünə gətirək, nə qədər hadisələrimiz var, niyə hələ özümüzü təmiz bilirik ki? Niyə biri bizə zülm edib hələ onu deyirik ki? Biz zülm etməmişik. Biz ən böyük zülmü valideynlərimizə etmişik. Biz onların ömrünü qaraltmışıq. Bəzilərini bilərəkdən, bəzilərini bilməyərəkdən, bəzilərindən belə xəbərimiz belə yoxdur.
Nə qədər əziyyətlər çəkilib bizim üzərimizdə. Bəs o etdiklərimizə bizə qarşı valideynimiz sərt qalxsaydı nə olardı? Aramızda sevgi mi qalardı? Niyə həmişə bağışlanan insanlar sonradan daha izzətli, daha hörmətli olur? Çünki ona Allah və Rasulü söz verib, belə edəcəyinə. Və ona görə də dəyərli insanlar, təkrar deyilir. Yəni, bəziləri ki var, elə düşünür, hətta bəlkə də dinləyərkən belə öz yadına salır ona qarşı olunan bir şeyi və sərt çönürsə, ola bilər, sənə elə zülm olunub ki, sən affə edə bilmirsən. Bu, hər kəsin həyatında bir neçə belə hadisələr vardır. Hətta Allahın Rasulunda olub. O deyir ki, mənim başıma murdar bir şeyləri tökdülər. Mən səcdədə idim, namazda. Onu heç cür xəyallarımdan çıxarda bilmirəm. O mənə o qədər ağır gəlmişdi. Bəli, insan həyatında elə hallar olur ki, onu heç cür bağışlaya bilmir. Amma Allahın Rəsuluna Allah nə dedi? Bəddua etmə. Döz, səbr et. Bax, Allahın Rəsulu həmən adamları ölüsünü köhnə quyuya leş kimi tökdülər. Onlar cihadda öldürüldü. Allahın Rəsulu izzət sahibi oldu. Bütün bəşəriyyətdə ən çox sevilən insandır yer üzünə. Gəlmiş, keçmiş. Ən çox sevilən insandır. Düşünürsənmi bunu? Amma həmən adama o zülmü etdilər. Allah isə ona bəddua etmə dedi. Onun 70 səhabəsini öldürdülər. Qur'anı əzbər bilən səhabəni, Yahudilər. Aldatdılar. Dedilər ki, bizə müəllim kimi göndər. Allahın Rəsulü 70 əzbər Qur'an biləni göndərdi. Onlar onun hamısını doğradılar. Allahın Rəsulü elə qəzəblənmişdi ki, danışdırmaq mümkün deyildi. Əllərini açdı, bəddua etdi. Allah dedi, dur, etmə. Gör Allah nələr bilir. Biz isə kiçik beynimizlə Allahın dediyinin də qabağına keçirik. Yox, mən dözməyəcəyəm deyirik. Ona görə də dəyərli insanlar, əlbəttə ki, sənin həyatında elə şey var ki, o səni sızıldadır. Amma unutma, hər dəfə o yadına düşəndə, o sızıldatma və sənin qəlbin ona görə sızıldayacaq. Və hər sızıldamanda Allah səni qiymətləndirəcək. Çünki hər dəfəsində səbr etdiyinə görə. Səbr et, cavabını vermə. Sənin cavabın ucuzdur. Ən qiymətli cavab Allahın cavabıdır. Və Allah onun cavabını verəcək. Əgər o səni hələ də sızıldadırsa, çünki insana necə zülm olur olsun, peşimançılıqla o adam qayıdanda insan dayanır. O hisslər gedir. Yeri qalır, amma ağrısı gedir. Əgər o bunu etməyibsə, sən bilginən hər dəfəsində sən mükafatlanırsan, səbirli ol, cavab vermə. Allah cavabını verəcək və səni də mükafatlandıracaq. Ona görə dəyərli insanlar, bir-birimizlə olan münasibətlərimizdə hər sual, hər ağır sözün cavabını verənlərdən olmayaq. Əgər elə cavab verək ki, o cavab dahiyanə olsun. Yəni, belə cavab verərlər. Yoxsa o dedi, sən də eyni ilə qaytardın ona, olduz ikiz də eyni. Amma o dedi, sən ona başqa şey xatırlatdın. Misal üçün, o sənə istehza etdi, sənə lağ etdi, sən isə dedin, Allahın Rasulü deyib ki, ya xeyir söylə, ya sus. Bax, bu cavab Allahı sevindirir. Bu cavab mələkləri güldürür. Ki, yəni, sən bir cavaba bax. Yəni, sən dedin ki, Allahın Rəsulü deyib, ya xeyir söylə, ya sus. Nə gözəl sözdür bu və nə çətin işdir bu. Həqiqətən çətindir. Susmaq və gözəl söz söyləmək. Allah sənə hidayət versin.
dedin ona. Və yaxud da Allah mənə səbir versin. Və yaxud da ona dedin, qorxmursan bir gün Allah ilə hesablaşacağımız günə, yəni bu böhtanı mənə atırsan, yəni sən ona bu cavablarınla həm onu qorxutmuş olursan, əgər qorxmursa sənin üçün daha da böyükdür. Döz, səbirli ol, dəyərli insanlar. Səbirli olaq ki, həm öz həyatımız rahat olsun. Çünki səbirli insanların həyatı rahat keçir. Özünə görə, ona görə, ətrafdan necə görünsə belə. Həm sən yaşa, həm də xəta edənlərin xətasının düzəltməsi üçün onlara fürsət verək. Çünki biz nəticədə bir cəmiyyətik, müsəlman toplumlarıyıq. Yəni bir-birimizi hər səhvinə görə lənətləməyək. Allahın Rəsuluna müşriklər bir gün elə zülm etdilər ki, sahabələr dedilər, ya Rasulallah, qaldır əllərini də, qaldır əllərini, lənət elə onlara, Allahdan lənət arzula. Allahın Resulü sallallahu aleyhi və səlləm sakitcə onlara cavab verdi. İnni ləm əb'asu lə'anən və innəmə bu'istu rəhmətən. Rəvahu Muslim. Bu hədisi İmam Muslim rəvayət etmişdir. Resulullah dedi ki burada, məni Allah lənət eləməyə göndərməyib. Rəbbim məni rəhmət olaraq göndərib, rəhmət üçün, xilas et. İnsanları xilas et Muhammed, çıxart vəziyyətdən. Onlar hamı cəhənnəmə gəlir, get xilas et. Mən rəhmət üçün gəlmişəm. Lənət eləmək olsaydı, hələ dəvət qalmışdı bir tərəfdə. Qoy onsuz müşriklərdir, günahkarlardır, hamısı cəhənnəmə doğru gedir. Qoy gedərdi də cəhənnəmə. Xilas etmək lazımdır. Dəyərli insanlar, biz də həmən ümmətik, Rəsulullahın ümmətiyik. Xilas edək bir-birimizi, bir-birimizi batırmayaq günahların içində. Kömək edək ki, xilas olaq. Bu da bizim səbrimizlə irəli gəlir. Allah bizə səbir versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.